hörmətli izləyicilər, 28 fevral 2026-cı il. Bu tarix beynəlxalq münasibətlər elmində və dünya tarixində yeni bir dövrün başlanğıcı oldu. İllərdir hər kəsin bəs böyük qarşıdurma başlasa nə olar dediyi o qorxulu ssenari real hərbi toqquşmalara çevrildi. ABŞ və İsrail qüvvələrinin Tehrana təşkil etdiyi 20 miqyaslı hava hücumu və 35 ildən artıqdır ölkəni idarə edən ali rəhbər Əli Xameneinin öldürülməsi bütün qlobal sistemi kökündən sarsıtdı. Bu video sadəcə iki dövlətin savaşı haqqında deyil, bu pərdəarxası oyunların bitdiyi, maskaların düşdüyü və yaxın şərqin yenidən dizayn edildiyi bir prosesin analizidir. Bəs dünya bura necə gəldi və ən əsası bizi qarşıda nə gözləyir? Bugün Tehranda partlayan bombaların səbəbini anlamaq üçün təqvimimizi 1979-cu ilə qaytarmalıyıq. Çoxları bilmir, amma 1979-cu ilə qədər İran Şah rejiminin dövründə ABŞ-nin yaxın şərqdəki ən yaxın, ən güclü strateji müttəfiqi idi. Lakin İslam inqilabı hər şeyi bir gecədə dəyişdi. Hakimiyyətə gələn teokratik rəhbərlik ABŞ-ni böyük şeytan elan etdi və Tehrandakı ABŞ səfirliyinin girov götürülməsi ilə diplomatik iplər birdəfəlik qopdu. O gündən bəri tərəflər bir-birini qarşılıqlı olaraq ən böyük ekzistensial, yəni varlıqsal təhlükə olaraq görürdü. 10 illiklər boyu davam edən bu soyuq qarşıdurma iki əsas sütun üzərində qurulmuşdu. İranın nüvə proqramı və asimetrik müharibə taktikası. Washington üçün İranın atom bombasına sahib olması hər zaman ən böyük qırmızı xətt idi. İran isə ABŞ-nin birbaşa hücum edə bilmədiyi üçün regional proksi, yəni vəkalət qüvvələrindən, Livan Hizbullahından, Yəmən Husilərindən və İraqdakı qruplaşmalardan istifadə edirdi. Lakin Hörmüz boğazında qlobal neft ticarətinə yaranan təhlükələr və diplomatik masaların tamamilə çökməsi bu gizli status quo-nu bitirdi. Fevralın 28-də birbaşa və iri miqyaslı müharibə qaçılmaz oldu. Xameneinin iqamətgahında öldürülməsi sadəcə hərbi uğur deyil, İran rejiminin qərarverici mexanizminə vurulmuş ən ağır zərbə idi. Çünki teokratik sistemlərdə bütün güc tək bir liderin ətrafında cəmləşir. Onun yoxluğu və yerinə müvəqqəti rəhbərlik şurasının gəlməsi ölkə daxilində dərhal siyasi vakum və güc mübarizəsi yaratdı. Bu hadisə müharibənin gedişatını tamamilə yeni və proqnozlaşdırıla bilməyən bir mərhələyə daşıdı. Bəs indi bizi nə gözləyir? Hələlik reallaşacağına daha çox ehtimal olunan hadisələr bunlardır. 1. Sepahın radikallaşması və asimetrik xaos. Müvəqqəti idarəçilik dövründə İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni Sepahın, ölkədə nəzarəti tam ələ keçirməsi ehtimalı yüksəkdir. Bu, müharibəni bitməsi deyil, əksinə regional proksi qüvvələrinin və kiber hücumların daha da radikallaşaraq qlobal miqyasda uzanması deməkdir. 2. İqtisadi şok və qlobal resesiya. Müharibə alovlandıqca Hörmüz boğazının tam iflic olması dünya neft qiymətlərini rekord hədlərə çatdıra bilər. Bu isə onsuz da həssas olan qlobal iqtisadiyyatda yeni bir inflyasiya və böhran dalğası yaradacaq. 3. Böyük güclərin masası. Çin-Rusiya faktoru. Savaş hər iki tərəfi tükətdikcə İranla dərin iqtisadi bağları olan Çin və hərbi əməkdaşlığı olan Rusiyanın diplomatik təzyiqləri artacaq. Gələcək hərbi qələbədən çox beynəlxalq vasitəçiliklə masada İranın nüvə ambisiyalarından tam imtina etməsi tələb edən ağır bir atəşkəs modelinə doğru gedir. Dünya siyasəti yenidən qurulur və biz bu tarixin canlı şahidləriyik. Bəs sizin bu mövzuda fikriniz nədir? Regionda yeni bir nizam qurulacaq, yoxsa bu xaos daha da böyüyəcək? Rəylərdə müzakirə edək. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti analizlərdə görüşənədək.